Deməli müəllimlər, indi keçəcəyik məntiqi təfəkkürdə düşünmə formalarına. Düşünmə formalarından ilk olaraq konvergent və divergent düşünmə haqqında danışacağam. Gəlin baxaq konvergent düşüncəyə, burada nə özünü göstərir. Divergentin əksi olaraq, yəni burada ideyaların toplanması, təhlil edilməsinə xidmət edir bu düşünmə forması. Konvergent düşüncədə, yəni burada hansısa bir problemin mümkün həll yollarını şagird hazır bir məhsul olaraq əldə edir. Bax, bunu mən müdavimlərə həmişə necə öyrədirəm, izahda da demişəm. Deməli, konvergent və divergent düşünmənin baş hərfləri ilə əlaqələndiririk müəllimlər. Konvergent düşünmə baş hərfi ilə kasıb düşüncə adlandırmışam. Divergent düşüncəni dövlətli düşüncə adlandırmışam. İndi bunları açıqlayacağım, nədir kasıb düşüncə, nədir? Bax, konvergent düşüncəyə sahib olan şagirdlər, yəni onlarda qiymətləndirmə bacarığı, ideya və fikirləri qiymətləndirmək onlarda daha yüksəkdir. Niyə? Yəni o insanlar, o düşünməyə sahib olan insanlar fikirləşirlər ki, Nərgiz müəllimə də, Dilbər müəllimə də, İnsiyə müəllimə də bu yolla gedib. Elə deməli bu yol daha rahatdır da. Elə hamısı bu məsələni tənliklə həll eləyiblər. Mən də tənliklə həll eləyəcəm. Elə əlində nə varsa ona qane olan düşünmə formalarıdır bunlar. Yəni konvergent düşünmədə indiyənə qədər istifadə olunmuş yolları onlar düzgün hesab eləyirlər. Yəni onlar fikirləşirlər ki, elə burada əlimdə hazır bu yol var da. Elə bu sınanılmış yoldur. Nərgiz də bu yolla getdi, Dilbər də bu yolla gedib. Elə mən də bu yolla həll eləyəcəm. Yəni onlarda yeni fikirlər tapmaqda çətinlik çəkirlər. Konvergent, yəni kasıb düşüncə. Əlimdə orana qaniyəm. Elə mən bu yolu bilirəm, bu yolla da gedəcəm. Onlar başqasının məsələn deyir ki, ideya və fikirləri qiymətləndirərək seçməyi bacarırlar. İdeya və fikirləri qiymətləndirirlər. Niyə? O öz ideyası deyil. Mənim ideyam, sənin ideyan, onun ideyasını konvergent düşünməyə sahib olan insanlar, şagirdlər elə o ideyaları da seçərək gedirlər. Amma divergentlər deyir, yox. Əşi, Nərgiz bu yolla gedib mənə nə? Mən hələ özüm yol axtaracam. Mən yol düşünəcəm. Bu dövlətlidir. İstəyir ki, daha çox əldə eləsin. Daha çox yol, daha çox ideya, daha çox fikir. Bunlar tənliklə həll elədi. Mən hələ düşünəcəm. Baxım, görün, bunun tənlikdən başqa ayrı necə alternativ yolları var. Başqa bir orijinal məhsul seçəcəm. Başqa bir ideya seçəcəm. Başqa bir yolla, başqa bir metodla. Mən hələ başqa üsulla həll eləyəcəm bunu. Yəni, bunlar problemə və suallara çoxsaylı perspektivdən baxırlar. Çoxlu mümkün cavab axtarırlar, çoxlu mümkün həll yol axtarırlar. İstəyirlər ki, bu dövlətləri daha da çoxalsın. Ona görə biz buna dövlətli düşüncə deyirik. Bu konvergentlər kasıbdır. Deyir, əşi, elə əlimdə bu yol var. Elə bununla da gedəcəm də, bu bəsimdir. Hamı tənliklə etdi, mən də tənliklə həll eləyəcəm. Amma divergentlər onu demir. Divergentlər qəbul olunmuş yolların əleyhinə çıxırlar. Onlar özləri üçün alternativ yol axtarırlar. Problemi tez həll etməkdə onlar çətinlik çəkirlər. Problemi niyə tez həll etməkdə çətinlik çəkirlər? Hələ yeni ideya axtarışındadılar. Yeni yol axtarışındadılar. Yeni metod axtarırlar ki, bax, o divergentlər isə ideya və fikirləri toplama prosesində fərqli yanaşmağı seçirlər. Bax, müəllimlər, konvergentdə dedik ki, ideya və fikirləri qiymətləndirərək seçirlər. Amma divergentlər ideya və fikirləri toplama prosesində fərqli yanaşma seçirlər. Onlar hələ daha çox yol axtarmağın tərəfdarıdırlar. İstəyirlər ki, məsələn, mən deyək ki, Tuncay bunu tənliklə edib, deyir, yox, hələ mən bir paragrafı sınayacam, mən bir diaqramla gedəcəm, mən hələ cədvəl quracam, baxacam, görüm başqa hansı alternativ yollar var. Əlində olana qane olmur. Əlində olana hazır yolları onlar əleyhinə çıxır. Hələ deyir, mən alternativ, onlar çünki dövlətlidir. İstəyir daha çox olsun, daha yenilik olsun, daha orijinal hansısa bir metodları ortaya qoysunlar. Bax, bu divergent düşünməyə sahib olan düşünmə formasıdır. Bir də var müəllimlər, analitik düşünmə. Məntiqi təfəkkürdə analitik düşünmə. Gəlin baxaq, analitik düşünmə nədir?
Analitik düşünmə hər hansı bir problemi hissələrə parçalayaraq, xırda-xırda bölərək həll etmə bacarığıdır. Məsələn, deyək ki, hansısa bir problem verilib şagirdə. Şagird bunu başlayacaq, böləcək xırda-xırda, parçalayacaq. Birinci bu hissəni edəcəm, sonra onu edəcəm. Yəni böyük bir problemi parçalayaraq, analitik o deməkdir. Parçalayaraq, xırda-xırda bölərək həll etmə bacarığıdır. Analitik düşünmə forması. Sonra, əziz müəllimlər, danışacağım sizə məntiqi təfəkkürdə növbəti düşünmə formalarından.